Ağdam xəbərləri Ağdam rayon icra hakimiyyətinə istinadən xəbər verir ki, Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovun növbəti səyyar qəbul görüşü keçirilib. 17 iyun 2025-ci il tarixdə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədi ilə Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovun rayonun Sarcalı kəndində səyyar qəbul görüşü keçirilib. Səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən rayon icra hakimiyyətinin başçısı Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. Rayon icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq, bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdi. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib. Digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb. Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevəyə öz minnətdarlıqlarını bildirmişlər. Polad Rüstəmli, Şəbnəm Aslanlı, Ağdam xəbərləri.